Ağa müəllim, sizdən başlayaq. Mən istəyirəm ki, siz bunun dini çərçivələrini qoyasınız. Biz təkəbbürdən başlayaq. Bu təkəbbür nə hadisədir? Bunun definisiyası nədir dində? Niyə görə bu problemlidir? Bu bir möminə niyə görə əngəl yaradır? Nə deyə bilərsiniz bununla bağlı? Değerli izleyicilerimizi ben de Allah'ın o güzel salamıyla salamlamak isterdim. Niyazımız budur ki, Yaradan mövzumuza bereket indirsin. Amin. İnşallah könüllerde daha farklı bir təsirini qoysun. İfadə elədiyiniz kimi, bəli, təkəbbür mövzusu gerçekten tarixin dərinliklərinə kök salmış, sıradan bir hadisə olmadığı üçün bu qədər qloballaşmışdı. Və bütün peyğəmbərlərin haqq, tövhid davasında önlərində ən böyük əngəl məhz təkəbbür olmuşdu. Təkəbbürün əslində mahiyyətini açdığımız zaman içindən ta dərinlikdə iblis çıxır. Çünki kainatda ilk üsyan təkəbbürlə başlamışdı. Özünü böyük görmə, başqalarını kiçik görmə, özünü daha qüdrətli hesab eləmə, digərlərini xor görmə, məsxərə görmə. Və düşünün, son kitabın əslində mətnində biz iblisin bəzi nüanslarını izlediğimiz zaman görürük ki, o haqqa baş qaldırdığı yerdə ki, mələklərə Rəbbimiz Adəmə səcdə edin dediği zaman o Adəmə baxır, bu yaradılışın əslində böyük əsərin qəhrəmanı Həzrəti Adəmə torpaqdan yaranıb deyir. Mən ki, oddan yaranmışam. Mən daha yaxşı. Ənə var, ənaniyyət var, ego var. Əslində hər insanın fitrətində bəlkə də böyüklüyə aid bir şey var. Önemli olan onu idarə eləmədir. Yaradan insanda nəfis deyilən bir şey yaradıb. Nəfis əslində kiçik firondur. Biz onu zaman zaman böyüdürük, bəsləyirik, gerçək firona çeviririk. 7 başlı bir əjdaha olur. Dünyamızı tarmar edir. Odur ki, təkəbbür, loğvalıq, dikbaşlıq, mənəm-mənəmlik, ənaniyyət əslində mənəviyyət yolunda ilk əngəldir. Onu aşmaq çox çətindir. Çünki o elə bir mərəz, elə bir pandemiya, elə bir təhlükəli mikrobdur ki, insan vücudunun trilyonlarla hüceyrəsinə oturur və insanı xəstələndirir. Artıq özündə bir şeylər görür insan. Biz nəyi baxıb öyrənirdik? Əslində insan Allahın yaratdığı şah əsəridir. O varlığındakı bütün əzaları Allahın əmanəti olaraq bilir. Elm, irfan, hikmət, sir və bütün dəyərlər əslində Allahın lütfü və ihsanıdır. Bu egoya sahib olan insan veya söylediğimiz o kiçik firavun içerisinde nemrutlaştırmış, büyütmüş birisi artık haşa bu Allah'ın yok benimdir. Nemrut düşüncesine düşür ve düşünün Hazreti İbrahim'in dövründe belə o önce aslında bir iman eləmiş insan olur. Sadece müəyyən dövrdən sonra səltənət, var, dövlət, ətrafı onu elə böyük göstermeye başlayır ve bir gün artık səmanın belə hakimi özü olduğunu söylüyor. Həzrəti İbrahimə qarşı mücadiləsi, mübarizəsi və tarixdə biz birçok şeyləri görürük ki, belə fironi düşüncələr, Nemrudu düşüncələr daim məğlub olublar. Çünki ən böyük, belə deyək, Nemrudun birinin ölümü bilirsiniz, topal bir ağcaqanadın burnuna daxil olmasıyla və yaxud da daha böyük bir firon düşün, Həzrət Musanın arxasına düşür, dənizlərin içərisində acizliyini Allah ortaya qoyur ki, son nəfəsdə ya insan sən bu qədər özünü böyük göstərməyə çalışma. Önemli olan Allah'a qul olmaqdır. Bu baxımdan təkəbbür əslində əl-mütəkəbbir Allahın isimlərindən bir isimdir. Əsma-ül Hüsnədə biz bunun Allah'a aid olduğunu görürük. Ona görə qula yaraşan qulluq eləməsidir. Qula yaraşan köləlik deyil, Rəbbə itaət eləməsidir.